İcra hakimiyyətlərində aparılan iqtisadları strukturun tam ləğvi istiqamətində atılan addım kimi qiymətləndirmirəm. Daha çox görünən budur ki, məqsəd idarə etməni sadələşdirmək, mexanizmləri daha çevik etmək və büdcə xərclərini azaltmaqdır. Son illər bir sıra dövlət qurumlarında oxşar optimallaşdırma prosesləri gedir və bu da ümumi idarəçilik yanaşmasının tərkib hissəsidir. Ancaq bu addımların real nəticə verib-verməyəcəyi hələ sual altındadır. Strukturun kağız üzərində yüngülləşdirilməsi avtomatik olaraq xidmətin keyfiyyətinin artacağı demək deyil. Əsas məsələ idarəetmə mədəniyyətinin dəyişməsi, səlahiyyət bölgüsünün dəqiqləşməsi və məsuliyyət mexanizmlərinin işlək olmasıdır. Bu sözləri Pravda açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputatın sözlərinə görə, hazırki sosial-iqtisadi şəraitdə kütləvi ixtisarların aparılması ciddi risk yaradır. Bu qərarlar xeyli insanın işsiz qalmasına səbəb ola bilər. Bildiyim qədərilə, ixtisar olunan şəxslər üçün alternativ iş imkanları və yenidən yerləşdirmə mexanizmləri sistemli şəkildə təklif olunmur. Bu isə sosial gərginlik yarada biləcək məqamdır. Buna görə də optimallaşdırma yalnız xərci azaltmaq məntiqi ilə yox, insan faktorunu nəzərə alan, nəticəsi ölçülə bilən və sosial təsirləri əvvəlcədən hesablanmış bir islahat paketi kimi aparılmalıdır. Əks halda struktur dəyişir, problem isə yerində qalır.